Tez-tez həm inanclı tərəfdə, həm də inancsız tərəfdə terminlərlə bağlı bilgi əksiliyini görürəm. Buna görə də bu videoda həm təməl olması məqsədi ilə, həm də məlumat vermə məqsədi ilə izmlərin, yəni teizm, ateizm və s. yəni bu kimi izm anlayışlarının nə olduğunu qısa-qısa və sistematik bir şəkildə, təbii ki, bu izmlərin sayı çox olduğuna görə müəyyən bir hissəsini izah edəcəm və əgər sizin üçün də maraqlı olarsa və yaxud da öyrənmək istədiyiniz başqa sahələrdə, məsəl üçün mən hal-hazırda fəlsəfi və inanc sahələrində olan izmlərə toxunacağam. Siz siyasi və sosial cəhətdən izmlərin nə olduğu ilə bağlı videolar görmək istəyirsinizsə, təbii ki, şərhlərdə qeyd edə bilərsiniz. Əvvəla təbii ki, izmlər deyəndə və köklü olaraq izah edəcəksə, izm seriyasında teizm və non-teizm olaraq iki yerə ayıraraq, bunların alt hissələrini də vurğulayaraq videoya başlayıram. Teizm Tanrının və tanrıların varlığına inanan, onların kainatı yaratdığını qəbul edən və bu yaratdıqları kainata müdaxilə etdiyini qəbul edən inanc və yaxud da fəlsəfi bir sistemdir. Non-teizm isə Tanrı anlayışını qəbul etməyən və daha fərqli formalarda inancsızlıq iddia edən fəlsəfi cərəyandır. Teizm özü də iki hissəyə ayrılır. Politeizm və monoteizm. Monoteizm Tanrının tək olduğuna inanan fəlsəfi cərəyandır. Monoteistik inanc əsasən tək tanrılı və bizim səmavi din olaraq tanıdığımız dinləri əhatə eləyir. Yəni İslam, Xristianlıq və Yəhudilik. Təbii ki, bu inanc formalarının özü də qəbul etmə baxımından fərqli qollara ayrılır. Məsəl üçün biz öz inanc sistemlərimizi fideistik olaraq da qəbul edə bilərik. Yəni fideizm əksinə olan arqumentləri görməzdən gəlmək və inancı olduğu kimi qəbul etmək və yaxud da iman etməyi göstərir. Yəni misal üçün mənim Tanrıya qarşı bir inancım var və ya İslam inancım var və mən qarşı arqumentlərin nə olduğuna baxmıram və öz inancımın həqiqət olduğunu iddia edirəm. Bu yanaşma fideistik inanc və yaxud da fideizm adlanır. Təbii ki, digər tək tanrılı dinlər, Xristianlıq və Yəhudilik də öz içlərində müəyyən qollara ayrılır, amma misal üçün əgər gələcək videolarda Xristianlıq haqqında danışacağıqsa, bu mövzuda daha ətraflı danışmaq daha yerinə düşər və həmçinin də videonu daha axarında edər. Politeizm isə bir çox, yəni 2 və 2-dən daha artıq tanrını qəbul etməyə inanmaqdır. Politeistik dinlərə əsasən 2 yerə bölmək olur. 1. Klassik monoteizm və arxaik politeizm və yaxud da ilkin inanclar. Politeistik inanclar əsasən Yunan, Roma və ya Misir mifləri, həmçinin Şintoizm və yaxud da Çin və Hind inancları daxil edilə bilər. Amma arxaik politeizm və yaxud da bunlara ilkin inanc da deyilir, yəni din anlayışlarının formalaşmasından öncə mövcud olmuş və insanların qəbul etdiyi ilkin inanclar. Bu inanclara fetişizm, totemizm və animizm daxildir. Animizm ruhçuluq deməkdir və ilkin insanların ruh anlayışlarını qəbul etməsinə əsaslanır. Bu inanc əsasən ilkin inanclarda Yunanlılarda keçən nəfs və ya nəfəs anlayışı ilə əlaqələndirilmişdir. Yəni əslində insanların ilkin olaraq onların canlı və cansız, yəni öldükləri halından sonrakı hissələrini ayıran fərq məhz onların ruhları və nəfəsləri idi. Hansı ki, bu anlayışın özü animizm adı altında inanc olaraq qəbul edilir. Bir sıra tayfalarda və ilkin insan toplumlarında hansısa bir heyvanı və yaxud da hansısa bir varlığı totemləşdirmə halına deyilir. Misal üçün, hər bir tayfanın və yaxud da həmin toplumda yaşayan bir önəmli və yaxud da qorxulu görünən varlığın totem halına gətirilməsi totemizm adlanır. Təbii ki, teizmin əksi olaraq non-teizm anlayışı ortaya çıxır ki, bütün inancsızlıq olaraq adlandıra biləcəyimiz fəlsəfi cərəyanlar hamısı non-teistik fəlsəfi cərəyanlardır. Non-teizmin birinci və teizmə ən yaxın olan hissəsi deizm anlayışıdır. Deizm anlayışı da öz içərisində müəyyən yaradıcı anlayışları ehtiva eləyir. Gəlin bu yaradıcı anlayışları izah etməzdən əvvəl yaradıcı və tanrı anlayışları da nə olduğunu izah eləyək ki, deizmin qəbul etdiyi yaradıcı anlayışının teistlərin inandığı Tanrıdan nə üçün fərqləndiyini izah eləyə bilək. Deistlərin qəbul etdikləri Tanrı hər hansı bir yaradıcı qüvvə və yaxud yad planetli irq və ya enerji anlayışları ola bilər. Yəni bu varlıqlar kainata heç bir müdaxilə etməyə bilər və yaxud da insanların əxlaqi qaydalarının onların sosial həyatlarının idarə olunmasında heç bir rolu olmaya bilər. Yəni deistlərin qəbul etdiyi Tanrı sadəcə kainatı yaradıb və kainatın işləmə prinsipinə təsirləri yoxdur.
Deistlər ölümdən sonrakı həyat məsələsində də fərqli fikirlərə sahib ola bilirlər. Misal üçün, bəzi deistlər öldükdən sonra onların yer üzərindəki fitrətən onlara verilmiş əxlaqi qayda seçmə bacarıqlarına görə cənnət və cəhənnəmə gedə biləcəyini iddia edirlər. Bəzi deistlər isə ölümdən sonrakı həyatın da var olmadığını iddia edə bilərlər. İkinci non-teist cəryan aqnostisizmdir. Aqnostisizm kəlmə anlamı olaraq bilinməzçilik, yəni bilinməzçilik deyilir və bu inancdan daha çox bilgi ilə əlaqəlidir. Yəni bir aqnostik istənilən mövzuda aqnostik ola bilər. Misal üçün, yad planetlərin varlığını bilə bilmərik. Hal-hazırki şuurumuz, hal-hazırki elmimiz onların varlığını iddia etməyimizə, yəni təsdiq və inkar etməyimizə çatmadığı üçün yad planetlərin varlığı mövzusunda aqnostik davrana bilər. Eyni zamanda da aqnostiklər Tanrının varlığı mövzusunda aqnostik olaraq, yəni bilinməzçi mövqedən çıxış edərək əslində inanca dayalı yox, məhz bilgiyə dayalı fikir səsləndirmiş olurlar. Aqnostiklər də özləri iki qrupa bölünür. Zəif və güclü aqnostiklər hal-hazırda şuurumuzun və yaxud da əlimizdə olan bilginin Tanrının bilinəcəyi üçün yetərli olmadığı qənaətindədirlər. Yəni gələcəkdə əgər şuurumuz inkişaf edərsə, Tanrının varlığına dair müəyyən arqumentlərimiz və ya bilgimiz ola biləcəyini qəbul edirlər. Güclü aqnostiklər isə Tanrının şuurumuzun səviyyəsi ilə asılı olmadığını və hətta 100 il, 200 il sonra da Tanrının varlığını bilə bilməyəcəyimizi müdafiə edirlər. Üçüncü olaraq apateizmi vurğulaya bilərik. Apateizm məna olaraq Tanrı və din müzakirələrinin bizim həyatımızda heç bir rol ifadə etmədiyinə görə bu müzakirələrin aparılmasının məntiqli və mənalı olmadığı yönündədir. Yəni bir ateistin və yaxud da bir teistin bu mövzuda müzakirə aparmasını sadəcə zaman itkisi kimi görürlər. Növbəti və sonuncu və daha çox məşhur, hətta inancsızların bir insan dinə qarşı əks sual verərsə, avtomatik olaraq aqnostik, deist yox, məhz ateist olduğunu, tırnaq içərisində kafir olduğunu iddia etdikləri bir fəlsəfi cəryandır. Ateizm, qısa dillə desək, teos, Tanrı və inkar şəkilçisi olaraq tanrısızlıq və yaxud da Tanrıya inancın olmaması fəlsəfi düşüncəsidir. Ateizm özü də zəif və güclü ateizm olaraq iki yerə bölünür. Zəif ateistlər Tanrının olmadığını və gələcəkdə sübut olarsa inanacaqlarını müdafiə edən fəlsəfi görüşdür. Yəni bir zəif ateistə görə Tanrıya inanmama səbəbi hazırda əlində olan arqumentlərin olmaması və yaxud da iddia edilən sübutların, dəlillərin o qədər də inandırıcı olmadığı yönündədir. Yəni bu şəxslər iddia edir ki, gələcəkdə hansısa bir güclü arqument olarsa, onların Tanrı anlayışını qəbul etməsi gözləniləndir. Güclü ateistlər isə istənilən şuur səviyyəsi və istənilən bilgi səviyyəsi olarsa, fərqi yoxdur. Bu insanlar üçün Tanrının olmaması durumu məhz güclü ateizmdir. Yəni elə bir arqument ola bilməz ki, o sonsuz güclü, mərhəmət sahibi, ədalətli, hər şeyi bilən bir Tanrı anlayışını sübut eləsin. Çünki bu Tanrını qəbul etməmə səbəbləri məhz Tanrının spesifik xüsusiyyətlərinin bir-biri ilə ziddiyyətə düşməyinə görədir. Yəni bir ateistə görə dinlərin çoxluğu problemi və sair bir sıra problemlər Tanrının olmaması bilgisinə gətirib çıxardır. Daha çox izmlərə və videonun əvvəlində bildirdiyim kimi digər fərqli sahələrdəki izm anlayışlarının nə olduğunu izah eləmək, bu mövzuları daha yaxşı anlamaq, müzakirə etmək üçün videonun altına şərhlərinizi qeyd etməyi və bu videonu öz yaxınlarınızla paylaşmağı unutmayın.